Salam, hər vaxtınız xeyirli olsun, dəyərli şagirdlər. Belə bir suala baxalım. Suala keçməzdən əvvəl uşaqlar sizə belə bir məlumatı xatırlatmaq istəyirdim ki, yay tətili müddətində riyaziyyatdan 5-ci, 10-cu siniflər üzrə, yəni 5-ci sinifdən 10-cu sinifə kimi yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istəyirsinizsə, yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi gəlin vaxt itirmədən keçəyin misalın izahına. Burada uşaqlar sadələşdirin deyil. Yəni burada uşaqlar baxırıq ki, həm burada biz müxtəsər əməliyyat üsullarından falan istifadə etməliyik. Sadələşdirərək bunları ixtisar etməliyik. Burada mən baxıram ki, x kvadrat minus 2x-dır. Yəni buradan yazacağam. X-i buradan mötərizə xaricdən çıxartdığım zaman buradan x çıxılsın 2 qalacaq. Bu aşağıdakı məxrəcdəki ifadəni də buradakı 4-ü 2-nin kvadratı kimi yazsam, onda olacaq x çıxılsın 2, x üstə gəlinsin 2 formasına düşəcək. Yəni x kvadratı minus 4'ü burada 2'nin kvadratı kimi yazanda bu a kvadratı minus b kvadratının açıcı düsturunu oxşuyur. Yəni əməl hudu bu şəkildə həll etməliyik. Bunu da olduğu kimi yazırıq. Burada bu x-la qələmin dəyişəyim burada. Bu x-la bu x islah olacaq. İxtisar gedir daha doğrusu. Bununla bunu ixtisar edə bilərik. Bununla da bunlar ixtisar olur. Və burada baxırıq ki, heç bir şey qalmır. Yəni 1 qalır. Cavabımız olacaq Y variantı.